Salam uşaqlar. Təsriflənən feillərə gəlin biz bir sxem üzərində diqqət eləyək. Həm təsriflənən, həm təsriflənməyən feillərə. Ümumiyyətlə, bir söz feildirsə, o ya təsriflənir və ya təsriflənmir. Yəni, feil özü iki böyük qrupa bölünür. Nəyə əsasən? Şəxsi və kəmiyyətə görə dəyişməyə əsasən. Bizim dilimizdə dəyişmək, ərəb dilində isə təsrif. Təsrif ərəb sözünün mənası dəyişməkdir. Təsrif ərəb sözünün mənası dəyişməkdir. Amma nəyə əsasən? Şəxsi və kəmiyyətə görə dəyişmək. Şəxsi və kəmiyyətə görə dəyişənlər təsriflənənlər adlanır və həmən feillər mütləq feilin 6 şəklindən birində olacaq. Yəni, bir feil əgər təsriflənibsə, ya əmr, xəbər, arzu, lazım, vacib şərt şəkillərindən mütləq birində olacaq. Mütləq bunların birində olmalıdır. Təsriflənməyən feillər isə, bu təsriflənməyən feillər isə, əgər bir feil təsriflənmirsə, yəni şəxsə və kəmiyyətə görə dəyişməyibsə, o da ya məsdərdir, ya feili sifətdir, ya da feili bağlamadır. İndi gəlin baxaq. Bəs bu nədir ortada? Feilin qrammatik məna növlərində olan sözlər. Müxtəlif qrammatik məna növ. Feilin 6 qrammatik məna növ var ki, bilirsiniz. Məlum növ, məhsul növ, şəxsiz növ, qayıdış növ, qarşılıq birgəliş növ və icbar növ feillər. Amma nə üçün bu ortadadır və xat o tərəf bu tərəfə çəkilib, o üz bu üzə? Ümumiyyətlə, bir feil təsriflənən ola bilər. Deməli, o təsriflənməyəndir. Əgər bir feil təsriflənməyəndirsə, deməli, təsriflənən deyil. Məsələni belə yaza bilərik. Baxın, gəlin adi bir sözlərə baxaq. Yazın sözü. Yəni, siz yazın. İkinci şəxsin cəmində siz yazın feilin əmr şəkli. Baxırsınız, feilin əmr şəklində. Sual, yazın feili təsriflənirmi? Bəli. Feilin hansı şəklindədir? Biz deyəcəyik, feilin əmr şəklindədir. Yaxşı, bu feili biz təsriflənməyən götürə bilərik? Əlbəttə yox. Yəni, bu feil faktiki olaraq bu kateqoriyaya daxildir. Təsriflənən feillərə daxildir. Buna heç bir adiyyəti yoxdur. Eyni zamanda, yer gəlmişə bunun vurğusu buradadır, yazın deyəndə. Amma, baxın, feilin qrammatik məna növü hər iki tərəfə aiddir. Sual, yazın feili, bəs feilin hansı qrammatik məna növüdür? Biz deyəcəyik, məlum növüdür. Yəni, bir qaydaya görə bilirik, əgər bir feil kök və yalnız qrammatik şəkilçi ya şəkilçilərdən ibarətdirsə, o feil mütləq məlum növdə olacaq. Yəni, bu, məlum növün göstəricilərindən biridir. Deməli, yazın feili nə oldu? Məlum növdə. İndi keçirik bu biri tərəfə. Məsələn, yazan, kitabı yazan, məktubu yazan, dərsi yazan şagird. Bəs yazan feili biz deyirik feili sifətdir. Feili sifətdir. Bəs o da mı hər hansı bir qrammatik məna növdədir? Əlbəttə. Yəni, bu da yalnız qrammatik şəkilçidən ibarət, leksik şəkilçi yoxdur və bu söz də yenə məlum növdə olacaq. Bir də deyək, feilin əmr şəklindədir bu söz və məlum növdədir. Yazan feili də feili sifətdir, yəni təsriflənməyən feildir. Bu da həmçinin oldu məlum növdə. Məsələn, yazılmaq feili, uşaqlar. Yazılmaq feili məsdərdir və məchul növdədir. Yazıl, feilin biz başlanğıc formasına baxırıq, yazıl. Yazılsa feilin şərt şəklindədir, diqqət edək və o da yenə məchul növdədir. Bir sözlə, istər feil təsriflənən olsun, yəni şəxsi və kəmiyyətə görə dəyişsin, istər təsriflənməyən olsun, fərq etməz. Bu feillər hamısı hər hansı bir mütləq qrammatik məna növündə olmalıdır. Necə ki, belə deyə bilərik. Məsələn, bir feil ya təsdiqdə olacaq, ya inkarda olacaq. Düzdür, burada verilən feillərin hamısı təsdiqdədir, nümunə kimi. Məsələn, yazdınız təsdiqdədir, yazmadınız inkardadır. Yazasınız arzu şəkli təsdiqdədir, yazmayasınız inkardadır. Yəni, əgər bir söz feildirsə, mütləq ya təsdiqdir və ya inkardır. Əgər bir söz feildirsə, ya təsriflənir, ya təsriflənmir və yaxud da feil hər hansı bir qrammatik məna növdə mütləq olmalıdır. Uşaqlar, burada bir dənə də həssas məqama diqqət eləyək. Ola bilər bir feil isimləşsin. Məsələn, onu bilirik ki, məsdərlə feili sifət isimləşə bilər.
Nə üçün isimləşir? Çünki məstər ismin xüsusiyyətini də daşıyır. Feili sifətdə sifətin xüsusiyyətini daşıyır. O səbəbdən bunlar isimləşir. Amma feili bağlama isimləşə bilməz. Düzdür, zərfin xüsusiyyətini daşıyır ad bildirən nitq səsi kimi. Amma heç bir halda feili bağlama isimləşmir. İndi biz isimləşən feili sifətə bir nümunə göstərək. Tutalım, sinifdə iştirak edənlər. İştirak edən. İştirak, biraz yaxşı yazılmır. Edənlər. Məsələn, iştirak edənlər mütləq müvəffəqiyyət qazanacaqlar. Kim? İştirak edənlər. İştirak edənlər quruluşsa da baxaq mürəkkəb feildir. İndi sual. Bu iştirak edənlər müvafiq cümlədə kim sualına cavab verdi? Yaxşı. Kim müvəffəqiyyət qazanacaq? İştirak edənlər. Bəs iştirak edənlər isimləşib axı. Amma təsdiqdədir ya inkarda? Biz deyirik bu feil təsdiqdədir. Baxma ki, isimləşib, yenə feilin təsdiqdə olmaq xüsusiyyətini saxlayır. Yaxşı, bəs feilin hansı qrammatik məna növüdür? Axı bu feil isimləşib, yəni feili sifət isimləşib. İsimləşsə də yenə də hər hansı bir, yenə də müvafiq qrammatik məna növün xüsusiyyətini daşıyır ki, bu da əlbəttə məlum növdür. Burada leksik şəkilçi yoxdur və məlum növdə olacaq. Yəni bir də deyək, məstərlə feili sifət isimləşəndə də təsdiq və ya inkarlı xüsusiyyəti, eləcə də hər hansı bir qrammatik məna növdə olmaq xüsusiyyətini qoruyub saxlayır. Uşaqlar, feilin təsriflənən forma, bax, bunlar hamısı əlbəttə qrammatik şəkilçilərdir. Məstər, feili sifət, feili bağlama da qrammatik şəkilçilərdir. Yeri gəlmişəm, burada məsələn muş var feili sifət. Eləcə də onu bilirik ki, keçmiş zamanın da bu şəkilçisi var. Bunlar şəkilçilərin amonimliyi sayılır. Diqqət eləyək, muaq-məc, məstər muaq-məcdir, bəzən də muamə ilə formalaşır. Amma adətən muamə üçüncü şəxsin təkində olur və mənsubiyyət şəkilçisi ilə bir yerdə işlənməsi ilə xarakterizə olunur. Feili bağlama və hərəkətin tərzini, səbəbini və zamanını bildirir. Yəni zaman məzmunu daşıyır, amma bəzən miqdarını da bildirə bilər. Bu məşhur misallardan biri, o yeməyini doyunca yedi, yəni doyan qədər yedi mənasındadır və miqdar məzmunu daşıyır. Və bu məsələdə diqqətli olmaq lazımdır.